وقل رب زدني علما. الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Ömə bə'd. Sizinlə əqidə dərslərinə davam edirik Allahın izni ilə. Həqiqətən əqidə dərsləri hər bir müsəlman üçün çox mühümdür. Hər bir müsəlmana vacibdir ki, öz əqidəsini salamat, səhih mənbələr üzərinə qursun. Çünki insanlar cənnətə nəyə görə girəcəklər? Əqidələrinə görə. İnsanlar cənnətə əqidəyə, yəni sağlam etiqada görə girəcəklər. Yəni, əgər kimin etiqadında problem varsa, yəni onun üçün təhlükə var. Amma kimin əqidəsi, etiqadı salamatdırsa, onun digər günahları əfv olmağa böyük ümid var. Böyük ümid. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azə və Cəllə belə dedi. Dedi, Yə ibn Ədəm, İnnəkə mə əteytəni bi qurabil ardı xataya. Ey Adəm övladı, sən mənim huzuruma yer dolusu günahla gəlsən. Sümmə lə tuşrik bi şeyən. Sonra mənə heç nəyə şərik qoşmasan. Lə əteytukə bi qurabihə məğfirətən. Mən də sənə yer dolusu qədər, o qədər məğfirətlə gələrəm. Deməli, amma nə dedi? Sonra heç nəyə şərik qoşmasan. Deməli, şirk etiqada müxalif bir əməldir. Allaha şərik qoşmaq. Görürsən, insan şərik qoşarsa, bu hədisin məfhumu odur ki, insan şirk qoşarsa ondan iman qəbul olunmur. Yəni, şirk imanı silib aparır. İnnəlləhə lə yəğfiru ən yüşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yeşə. Allah özünə qoşulan şirki bağışlamır. Ondan aşağı günahları isə istədiyinə bağışlaya bilər. Və həmçinin bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve selləm nə deyir? İftaraqatil yəhud alə ihdə və səb'inə firqətən və iftaraqatil nəsara alə sinteyn və səb'inə firqətən və iftaraqat ümməti alə sələsin və səb'inə firqə. İlki yəhudilər 71 firqəyə, xristiyanlar 72 firqəyə, mənim ümmətim isə 73 firqəyə bölünəcək. İlki vahidun nə deyir? 72-si cəhənnəmdə, biri cənnətdə olacaq. Və soruşurlar, onlar kimdir? Ya Rasulallah, onlar mənim və mənim sahabələrimin yolunda olanlardır. Yəni, bu hədisi həmçinin dəlillərdən, digər rəvayətlərdən nə qədər gücləndirən hədislər var. Mənasını səhih edən, güclü edən və həmçinin bu hədis cəm'un min əhlil elm tərəfindən səhihləşdirilmiş bir hədisdir. Yəni, bu hədis nəyə dəlalət edir, qardaşlar? Kim deyər? Bu hədis nəyə dəlildir? Nədən başladıq mövzuya? Aysa. Bu ona dəlildir ki, kimin əqidəsində problem var, o adam cəhənnəm əhlidir. Allah qorusun. Çünki 72 firqə nəyə görə o firqələr cəhənnəmdə oldu bu hədisə görə? Çünki onların etiqadında, əqidəsində problem var idi. Və elə bir bidətçi yoxdur ki, onda müəyyən qədər inhiraf, hər hansı bir ayəni, hər hansı bir hədisi qəbul etməmə olmasın. Mütləq var. Görəsən, hər hansı bir ayəni qəbul etmir. Hər hansı bir hədisi qəbul etmir. Və yaxud da Allahın muradı istənilən şəkildə qəbul etmir. Yəni, Allahın muradı nəyin üzərindədirsə, o şəkildə qəbul etmir. Öz havasına uyğun qəbul edir. Fələ təttəbi'ul hava, havaya tabi olma, yəni yoxsa səni azdırar. Necə ki, Allah Azə və Cəllə Nisa surəsində buyurur bu barədə. Yəni, həmçinin Allah Azə və Cəllə nə deyir? Deyir ki, əfərəeytə mən ittəxəzə iləhəhu hava. Deyir ki, sən öz ilahını, öz havasını özünə ilah götürəni gördün mü? Ona görə bu insanın havası, insan əqidəni, etiqadı bilməyəndə onun havası vadir edir ki, özünü ona ilah götürsün. Yəni, havası ona ilah olsun. Yəni, ona o batil əqidə onu gərəkdirir. Amma səhih, salamat əqidə insan onun əksidir. İnsanı Allaha tabi etdirir.
öz havasına, istəyinə yox, şəriətin istəyinə tabi olmağı insana öyrədir. Ona görə əqidə mühümdür, çox mühümdür. Necə ki, bu, yəni, Xatib el-Bağdadinin, həmçinin İbn Abi Asimin öz sünnəsində rəvayət elədiyi hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizdən biriniz iman gətirmiş olmaz, hətta havası mənim gətirdiyimə uyğun olmadıqca. Bu hədis barədə alimlər də zəif deyiblər, amma hədisin mənası qüvvətlidir, güclüdür. Deməli, nə qədər ki, havamız Allah və Rasulunun gətirdiyinə müvafiq olacaq, o qədər biz yəni, salamat olacaq. Ona görə bu, nə vaxt bunu bilirik ki, biz Allah və Rasulunun gətirdiyinə müvafiqik, etiqadı düzgün öyrənməklə. Furu məsələləri, fikri məsələlər bağışlanır insanlara. Yəni, biri o birisi alimin rəyini götürür, biri bu birisi alimin rəyini götürüb. Yəni, fikri məsələlərdə, furu məsələlərində ixtilaf səiqdir, keçərlidir. Problem yoxdur orada. İstəsən bu alimin rəyini götür, istəsən o alimin rəyini götür. İstəsən bu məzhəbin fikrinə tabi ol, istəsən o birisi məzhəbin fikrinə tabi ol. Yəni, söz olaraq, fikir olaraq. Nə qədər ki, insan onu özünə din olaraq götürməyib. Yəni, bu nə deməkdir? Biri var təqlid, biri var tədyinu təqlid. Bu ikisi arasında böyük fərq var. Biri var insan təqlid etməsi. Yəni, bundan heç kim salamat ola bilməz ki, yəni deyə bilməz ki, mənə ehtiyacım yox təqlidə. Xeyr, bəzən böyük alimlərin təqlidə ehtiyacı olur. Özündən əvvəlki alimdən hansısa rəyi götürür təqlidə. Və yaxud da vaxtın az olmağına görə və yaxud da müəyyən bir səbəblərdən. Eləcə də nəinki alimlər, görsən, əgər alimlərin ona ehtiyacı olursa, alim olmayan insanın ona mütləq ehtiyacı olur. Necə ki, Allah Azze və Cəllə buyurur ki, Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiyinizi zikr əhlindən soruşun, bilənlərdən soruşun. Bu ayə insanlar iki qismə bölünür. Soruşulanlar, soruşanlar. Soruşanlar kimdir? Təqlid əhlidir. Ola bilər insan hər hansısa bir müəyyən məsələdə kiməsə təqlid edə bilər, burada heç bir eybi yoxdur. Yəni, var tədyinu təqlid, var ət-təqlid. Təqlid məmduhdur. Problem yoxdur. Yəni, soruşursan, əgər alim deyilsənsə, elm tələbəsi deyilsən, soruşursan, öyrənirsən, bilirsən. Bir də var ki, insan təqlidi din edib özünə. Yəni, deyir ki, mən filan kəsinin sözündən heç vaxt çıxmayacaq. Bu tədyinu təqlid, bu təqlidi din etmək, bu problemdir. Elə bir kəs yoxdur ki, biz onun sözündən bizə halal deyil ki, çıxmamaq yalnız Allah Resulü sallallahu aleyhi və səlləm. Elə bir kəs yoxdur Allah Resulundan sonra ki, deyəsən ki, onun sözündən çıxmaq olmaz. Onun məzhəbini tərk etmək olmaz. Yoxdur belə adam. Yalnız Allah Resulü sallallahu aleyhi və səlləm. Ona görə insan bunları nə ilə bilir? Əqidəni, etiqadı öyrənmək. Biz sizinlə haradaydıq? Keçən dərs götürdük Əl-İman bil-Əsmə və Sifət. Yəni, isim və sifətlərə iman mövzusundayıq. Və keçən dərs danışdıq tərifindən. İsim və sifətlərin tərifi nə idi? Kim deyər? Qısaca tərif götürmüşdük isim və sifətlərə. Allah və Rasulü, isim və sifət Allah və Rasulunun gətirdiyi kimi götürüb, o zilvan. Allahın əmr etdiyini demişdik, qısaca olaraq isbat və inkar. Yadınıza gəlir? Allah və Rasulunun isbat etdiyini isbat etmək, inkar etdiyini inkar etmək. Qısaca olaraq, bu qədər bəsit, bu qədər rahat. Yaxşı, necə isbat, necə inkar? İsbat təfsilatlıdır, inkar ümumidir. Əhsən sənə. Bax, bunu yaddan çıxarmamaq lazım. Adımız kimi bunu əzbərləmək lazım. İsbat təfsilatlı şəkildə, inkar ümumi şəkildə. Təfsilatlı şəkildə isbat nə deməkdir, Zeyd? Yəni, misal Allah yatmır, Allah möcürənir. Sən inkar edirsən. Hə, o inkar. İnkar. Təfsilatda, yəni tərif etmək Allahı. Tərif etmək. Ha? Təfsilat. Misal üçün. Ha, Tural. Misal üçün. Elhamdülillahi Rabbil aləmin, Ər-Rahmanir-Rahim, Maliki yevmiddin. Aha. Fatihəni bilirsən əzbər. Maşallah. Tərif deyil. İstəyirəm məsələ başa düşülsün. Sən Allah Subhanahu razı olması məsələsi. Sən təfsirsiz isbat Allah Subhanahu taala bax, Allahın adlarını say. Elhamdülillah Rabbil aləmin. Keçən dəfə mən
dərsdə demişəm, maşallah sən diqqətlisən. Amma əsas məsələni başa düş. Elhamdülillah Allah. Orada Allah kəlməsi var, edeyim? İsbat edir ki Allah. Rabbil alemin Rabb. Rabbi ispat edir. Maliki yevmiddin, Maliki ispat. Misal vermişəm. Başqa misal olsun, fərqi yoxdur. Allahu lezi la ilahe illa hu. El-Melik, El-Quddus, El-Selam, El-Mu'min, El-Muheymin, Azizul, Cəbbarul, Mütəkəbbir. Bunlar hamısı nədir? İspat. Görürsən, təfsilatlıdır. Allah əzizdir, izzətlidir, qüdrətlidir. Yəni Allah danışandır, deyil mi? İspat edirsən. Allah qəzəblənəndir, ispat edirsən. Allah sevəndir, deyil mi? Sonra Allah Azze ve Celle ruzi verən, razzaqdır, zul-quvvatil mətindir. Bütün bunlar görsən nə qədərdir və nə qədər çoxdur. Nə qədər çox. İnnə lillahi 99 ismən. Fəmən əhsahə dəxələl cənnə. Allahın 99 adı var. Kim onları sayarsa cənnətə daxil olar. Deyil mi? 99 dənə isbat var. Bu hədisdə elə yalnız. Deyil mi? Bax, bu təfsilatlıdır. Yəni, bu demək təfsilat. Yəni, yoxsa bəzən biz bunu deyirik qayda kimi. Görürsən, qardaş başa düşməyib bu nə demək. Yəni, bir ispat etməyin ki, Allahın bu adı var, bu adı var, bu adı var, bu adı var və hər adın da dəlalət etdiyi sifət var. Bu nədir? Təfsilatlı isbatdır. Yaxşı, inkar necə olmalıdır? Məsələn, Allah yaratdıqlarına bənzəmir, bu ümumidir. Əhsən. Amma sən bu ayaq təfsilatlı inkar elədin. Bu ayaqda Allah yatmır, eləmi? Allah sonra mürgüləmir. Bu təfsilat. Ayəyə görə. Aysa, indi necə? Orada qayda var. Deməli, təfsilat, isbat təfsilat nə olmalıdır? İnkar ümumi olmalıdır. Yaxşı, necə olur ümumi inkar? Deyirsən ki, Allah yaratdıqlarına heç kimə bənzəmir. Leysə kəmislihi şeyun və huvə səmiul basir. Görürsən, ayətlər bax. Bax, əhl-i sünnə Qur'anın metodu ilə gedir. Peyğəmbər sallallahu əleyhi və səlləm mənhəci ilə gedir. Allahın mənhəci ilə gedir. Bax. Leysə kəmislihi şeyun. Onun mislində heç nə yox. Və huvə səmiul basir. Bax, diqqət, qarşıda gələcək burada qaydalar. Yəni, burada ümumi danışırıq. Onun mislində heç nə yoxdur. Demədi, o filan şeyin mislində deyil, filan şeyin mislində deyil, filan şeyin mislində deyil. Yəni, təfsilatla inkar məzəmmət etməkdir, qınamaqdır və tən etməkdir az qala. Deyilmi? Naqisləşdirməkdir onu. Amma inkarda ümumi mədh etməkdir. Məsələn ki, leysə kəmislihi şey və huvə səmiul basir. Sonra fələ tadribu lilləhil əmsəl. Allah'a misallar verməyin. Sonra və ləm yəkulləhu kufuvan əhəd. Tez-tez oxuduğumuz ayə. Onun tayı bərabəri yoxdur. Sonra fələ təcəalu lilləhi əndədən və entum tə'ələmun. Yəni, ona bilərəkdən əndədlər qoşmayın, şəriklər qoşmayın. Heç onun şərikləri yoxdur. Deyirik, belə şəriki yoxdur, belə şəriki yoxdur. Şəriki yoxdur, aydın mı? Sonra, həl tə'ələmu ləhu səmiyyə. Sən heç ona bənzərini gördün mü? Yox. Demirsən ki, o ona səmi deyil, bu ona səmi deyil, o ona səmi deyil, aydın mı? Demirsən ki, həl tə'ələmu ləhu səmiyyə. Yəni, lə nə'ləmu ləhu səmiyyə. Ona tay heç birini tanımırıq, yəni o mənada. Aydın mı? Həl tə'ləmu ləhu səmiyyə, sualdır inkar mənasında. Buna deyirlər ərəb dilində sual inkari, istifham inkari. Yəni buna bəlağət elmində deyirlər sual inkar mənasındadır. Aydın mı? Yaxşı. Aydın oldu ad və sifətlər. Ad və sifətlər tohidi, isbat və inkar. Təfsilatla isbat ümumi inkar. Aydındır? Ay sağ ol, bu qədər ki, yəni bəsit, bu qədər rahat. Amma deyəndə ki, Allah və Rasulunun Quran və sünnədə gələn ispat etdiyi kimi ispat edir, inkar etdiyi kimi inkar edir. Uzun gedəndə, görürsən, cəmaat yaxşı başa düşünür. Onu asanlaşdırmaq lazımdır. Yaxşı, qardaşlar. İndi bax, Allahın isim və sifətləri var. Bugün qaydalar götürəcək. Yəni, qavaid tətəalləq bil əsmə və sifət. Əsma və sifətlə bağlı olan qaydalar. Birinci qayda odur ki, yəni birinci ümumən biz deyirik ki, Allahın isim və sifətləri var. Elə deyilmi? Bunu kim deyir? Allah özü üçün ispat edir. Və ləhul məsəlul ə'lə fis-səməvati vəl-ard. Onun üçün uca misallar var. Yerlərdə və göylərdə. Və həmçinin Allah Azə və nə deyir? Və lilləhil əsmə'u. Və lilləhil əsmə'ul husnə fəd'uhu bihə. Allahın husnə adları var. Husnə nə deməkdir? Kim deyir? Gözəllikdə kamil olan. Amma ən üstün. Aysa, kamillikdən üstün olan. Gözəllikdən üstün olan yox ha. Kamillikdən üstün olan. Aydın mı? Bax, deyirsən ki, gözəl adlar biraz tam olmur. Gözəllikdə kamil olan. Husnə.
kamillikdə son həddə olan mənasındadır. Aydındır mı? Yəni, kamillikdə ən son həddə olan mənası nədir? Hüsnə. Hüsnə mənası odur. Aydındır mı? Yaxşı. Birinci qayda odur ki, əl-əsmə və sifət təvqifiyyə. Ən birinci qayda, ən köklü qayda, ad və sifətlər təvqifidir. Nə demək təvqifidir? Ha? Yox, gəldiyi kimi. Gəldiyi kimi ispat etsin. Yəni, təvqif, qardaşlar, vaqf sözündən ad və sifətlər təvqifidir. Nə deməkdir bu? Bu deməkdir ki, ad və sifətlər vaqf olunub. Yəni, nə mənada? Quran və sünnədən nə gəlirsə onu ispat edirik. Nəyə görə? Allah Azə buna dəlil nədir? وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ Sənin elmin olmadığı məsələdə sən dayanma. Yəni, sən elmin olmadığı məsələlərdən danışma. İnnə səm'ə vəl-basara vəl-fuədə kullu uləikə kənə anhu məs'ulə. Deyir, göz, qulaq, qəlb, hamısı sorğu-sual olunacaq. Niyə bilmədiyin şeylər haqqında danışırsan? Yəni, Allahın isim və sifətləri bizim ağlımız, bizim elmimiz çatan şeylərdən deyil ki, biz onlardan danışaq. Ona görə təvqifidir. Allah bizdə nədir? Bizim üçün qeyb. Allahın zatı qeybdir, Allahın sifətləri qeybdir, Allahın özü qeybdir, isimləri qeybdir, elə deyilmi? Əgər bizə qeybdirsə, biz necə bilə bilərik ki, Allahın hansı adı var, hansı sifəti var? Mütləq biz bunu Quran və sünnə yolu ilə bilməliyik, elə deyilmi? Ya birbaşa Allahın kəlamı ilə, Rasuluna nazil etdiyi, ya da Rasulunun dili ilə Allahın ona vəhiy etdiyi, çünki o mən yantiqu anil hava, in huva illə vahyu yuha. Deyir ki, o kefi istədiyini danışmır, onun danışdığı vəhidir. Deməli, ad və sifətlər qardaşlar, heç kim öz ağlından, heç kim öz elmindən ad və sifət ixtira edə bilməz. Nə deyəcək biz ona? Tural abi, biz ona deyəcək, qardaşım, Allahı görmüsənmi? Deyəcək, xeyr. Allah qeybdir bizdən? Bəli, qeybdir. Allahın ad və sifətlərini bilmisənmi, eşitmisənmi? Yox. Necə biləcəyik? Ancaq Quran nəyi ispat edib, ispat edirik. Nəyi inkar edib, inkar edirik. Deməli, Quran və sünnədən çıxan insanlar, onlar ad və sifətlər mövzusunda Allahın dinindən müxalif olan insanlar. Amma əhl-i sünnə və cəmaə nə edir ad və sifətləri? Deyir ki, Allah necə bizə deyib, biz o cürə ispat edirik. Necə inkar edir, biz o cürə inkar edirik. Aydındır mı? Subhanallah. Bundan salamat yolu. İkinci, bəzi vəsflər var, əl-avsaf, əl-məskut anhə. Diqqətli ol, bəzi vəsflər var, o vəsflər haqqında Quran və sünnədə susulub. Birinci vəsflər odur ki, fi hələ sıhhətil mənə. Tutaq ki, bir ləfzin mənası səhihdir. Mənası səhihdir. Bu vaxtı bax, biz nə edirik? Buna nə deyirlər? Əl-əlfaz, əlləti ləm tərid fil kitabi və sünnə. O ləfizlər ki, Quran və sünnədə varid olmayıb. Nədir olar? Təkrar edək. O ləfizlər ki, Quran və sünnədə varid olmayıb. Yəni, gəlməyib. Bunlar Quran və sünnədə gəlməyibsə, biz bu ləfizlərə necə münasibət etməliyik? Ya? Nə inkar edirik? Nədə? İndi bu qayda necədir? Əgər o ləfizlərin, deyilən ləfizlərin mənası səhihdirsə, səhih məna qəsd olunursa, biz onun mənasını ispat edirik, yenə ləfzini qəbul etmirik. Çünki deyik, bu ləfiz Quran və sünnədə gəlməyib. Ona görə demə, ehtiyac yoxdur. Nə Quranda, sünnədə gəlib, onu ispat et. Amma o ləfizlər ki, mənasında problem var, mənasını da, ləfzini də rədd edirik. Aydındır mı? Misal üçün, o ləfizlərdən cisim, cihə, heyyiz, məkən, aydındır mı? Bax, ən çox bidət əhlinin, əhl-i sünnəni allatmaq, əhl-i sünnəyə şübhə gətirmək yolları. O ləfizlər ki, Quran və sünnədə varid olmuyor. Bu ləfizlər, ona görə bax, bidət əhli həmişə Quran və sünnədə nazil olmayan adlarla danışıblar. Onların üslubudur. Sən ona deyirsən ki, Ar-Rahman aləl arş istəvə, Allahın ayəsini deyirsən, o bilsən nə deyir? Həşə, ən yəkunə ləhu məkən. Deyirsən ki, o münəzzəhdir, onun məkanı olsun. Subhanallah. Ayə deyirsən buna,
Quran və sünnədə nazil olmayan bir söz deyir sənə. Fikirsən, sən buna ayə deyirsən. Bu sənin ayəvə Quran və sünnədə nazil olmayan, gəlməyən bir söz istifadə edir. Fikir versən, gör nə qədər mühərrifdir bu insan. Gör nə qədər təhrif əhlidir. Ona görə həmişə Quran və sünnənin ləfizlərindən çıxmaq olmaz. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah diqqət elə bu ibarəyə. Vasitiyyə kitabında bir dənə də olsun Quran və sünnə xaricində olan ləfzi istifadə etməyib. Allahu Akbar. Gör insan nə qədər dəqiq adam olub. Rəbbimiz onu necə yönəldibsə, ona necə ilham edibsə bu məsələdə. Zöhrlə əsr arası və Aqidət Vasitiyyə kitabını keçir. Yazır. Zöhrlə əsr arası yazılan kitabdır. O vaxt ərzində. Və orada bir dənə də olsun Quran və sünnədə istifadə olmayan ləfz qoymayıb. Təsəvvür et, heç ara baxmayıb. Hifzindən o kitabı yazıb. Vasit şəhərinə. Onu yazanda həmin kişi başının üzərində dayanmışdı. Baxırdı, görək nə yazır. Subhanallah lazım. Deyirdi, bax, məndən Vasit şəhərinə. Və götürüb əqidə yazır. Ona görə onu bidə təhlil mühakimə edəndə əlavə Aqidət Vasitiyyə, Münazaratul Vasitiyyə adlı münazarası var onun. Ki, yəni, orada deyir ki, mən bu kitabda bir dənə də olsun Quran və sünnəyə müxalif ləfiz istifadə etməmişəm. Ona görə həmişə insanın əqidəsinin salamatçılığıdır ki, Quran və sünnə ləfizlərindən qırağa çıxmasın. Quran və sünnə ləfizlərindən çıxmasın. Misal üçün dedik, bax, məkan, heyiz, cihət. Cihət nədir? Yuxarı, aşağı, sağ, sol, elə deyilmi? İstiqamət. Bunu Allaha nisbət eləmək olar. Biz deyirik ki, olmaz. Nə ləfzini, nə də mənası da bizə lazım deyil. Ha? Amma birdən əgər bu ləfzi sənə deyib, onlar ərşin üzərində olmağı qəsd eləsələr, biz deyəcəyik ki, sənin, misal üçün biri deyir ki, Allahın cihəti var və ərşin üzərini qəsd edir. Biz deyəcəyik, qardaş, qəsdin doğrudur, amma bu sözü istifadə etmə. Çünki bu söz Quranda gəlməyib. Quranda nə gəlib? Ar-Rahman aləl-arş istəva. Və yaxud da nə gəlib? İstəva ilə-səmə. İstəva aləs-səmə. Sonra nə gəlib? Mutlaq uluv gəlib. Və huvəl-aliyyul azim. Əl-ali nədir? Ən ucalıqda olan. Ondan hündürdə, ondan ucalıqda heç nə yoxdur. Aydın mı? Bu cihət sən nisbət eləməyə ehtiyac yoxdur Allaha. Aydın mı? Amma birdən desə ki, yox, mən hündür, ucalıq deyəndə ərşin üzərini qəsd edirəm, Rahman olan yeri. Sən yer də deyirsən ora. Deyirsən ki, bax, mənan doğrudur, amma bu ləfzi istifadə etmə. Bu ləfzdən qaç. Çünki bu ləfz Quran və sünnədə sabit olmuyor. Və həmçin məkan da elədi, cihət də elədi və heyizdə. Heyiz nədir, qardaşlar? Bax, mən burada oturmuşam, tutaq ki. Mən buradan dönüb gedəndə o tərəfə, bura boş qalır. Bu boşluq heyizdir. Yəni, deyirlər ki, onlar nə? Görürsən, onlar həmişə bilə təhlil hiləgər. Sən deyirsən ki, Rahman nuzul edib. Yənzilu Rabbuna heynə yəbqa min sulusul leyl axir ilə səməid dünya. Rəbbimiz dünya səmasına nazil olur, gecənin son 3/1 qalanda. Deyir, bax, sən nə deyirsən? Deyir, Allah oradan nazil oldu, o yer boş mu qaldı? Aydın mı? Sən şübhələr gətirir sənə. Və yaxud da, sən deyir, Allaha heyz mi nisbət edirsən? Yəni, Allahı hər tərəfdən əhatələyən bir məxluq mu var? Deyirsən, qardaş, bu heyz Quran və sünnə ləfizlərində gəlmir. Əgər sən heyizi inkar etməklə ərşin üzərini inkar edirsənsə, sənin mənan da, ləfzin də batildir. Amma yox, əgər sən bunu deməklə hər hansı bir qardaş Allahın heyizi var desə, mənanı ərşin üzəri qəsd etsə, biz deyəcək ki, mənan doğrudur, amma bu ibarən səhvdir sənin. Heyiz demədin, Ar-Rahman aləl-arş istəva. Ar-Rahman fovqəl-arş. Deyən, Ar-Rahman fovqəl-arşdır, arşın üzərindədir. Aydın mı? Amma neynəmə? Bu ləfizləri istifadə etmə. Deməli, şəriət bir ləfizlərdə susubsa, o ləfizlərin mənası doğrudursa, mənasını ispat edirik, ləfzini inkar edirik. Amma əgər ləfzi də xatadırsa, ləfzini də mənasını da inkar edirik. Aydın mı? Və yaxud da ba'd, hissə. Allaha bir hissə nisbət edərək. Tutaq ki, bir insan Allahın əli var deyəndə, ki, əl Allahın bir hissəsidir, ba'dıdır. Yəni, sən deyir, Allahın məxluq nisbət edirsən. Yəni, əgər Allaha bir üzv nisbət edirsənsə, o üzvdür. O Allahın üzvü mü? Deyir, xeyr. Əgər sən sifət qəsd edirsənsə bununla, onda sənin sözün doğrudur. Amma yox, əgər sən
bununla üzv qəsd edirsənsə, onda sənin sözün də, ləfzin də xatadır. Yəni, deyək ki, Allahın əli var. Deyək ki, Allah özü üçün ispat edib. Nə qədər ləfizlər var? Allah Azə və Cəllə qabıd ispat edib. Qabıd nədir? Qabıd, yəni buna deyirlər də, yəni tutmaq, deyil mi? Yəni, Allahın özünə layiqdir, insanın özünə məxsusdur, Allahın özünə məxsusdur. Və həmçinin kəf. Kəf də nəyə deyirlər? Buna deyirlər. Deyil mi? Və həmçinin nəyə deyirlər? Həmçinin yəd. Yəd də gəlib, yəd də budur. Və həmçinin yəmin. Yəmin sağ əl. Deyil mi? Bax, bu bizə nisbətdə əldir, amma Rəhmana nisbətdə sifətdir. Aydın mı? Yaxşı, desək ki, o neynir o Rəhman o əli ilə? Desək ki, əli ilə yaradır. Deyir ki, Adəmi əli ilə yaradıb. Əli ilə yazır, Tövratı yazıb. Əli ilə mənh edir, əta edir. Bəl yədahu məbsutatəni. Məxluqatın ruzisini verir əli ilə. Bax, görərsənmi? Bu da əl. Yəni, Allahın əli budur. Aydın və Allahın əli sifətidir. Allahın sifəti. Həmçin, üz sifəti. Allahın üz sifəti. Necə ki, ispat olunub. Yəni, biz demirik, üz nədir? Allahın bizdə olan üzv kimi üzvüdür. Yox. Biz deyirik, sifətdir. Sən desən ki, necədir? Biz deyəcək, o necə sualını vermə və mövzuya yəni, qayıdacaq. Aydın gələcək. Yəni, deməli, aydın olduğu məsələ. Yəni, ona görə əgər kim Quran və sünnədə varid olmayan ləfizləri istifadə edərsə, biz o ləfizləri yəni, qəbul etmirik ondan. Mənaları səhi olsa, mənaları ispat edəcək. Mənaları səhi olmasa, ləfizi də mənanı da inkar edəcək. İkinci qayda odur ki, Əsmaullahi Teala qad bələğət minəl husni qayətəhu. Deməli, Allahın isimləri yəni, kamillikdə ən son dərəcədədir. Və lillahil əsməl husnə fəd'uhə bihə. Yəni, bu etiqad əhl-i ki, Allahın əziz sifəti var. Nə deməkdir Allahın əziz sifəti? İzzətli, qüdrətli. Həkim nədir? Hikmətli. Hikmətli, yəni işləri ən dəqiq, ən incəliklə yerinə yetirən Allah Azə və Cəllə, ən itqanla yerinə yetirən həkim. Və həmçinin latif. Nə demək latif? Latif ən dəqiq, xırda, ən gizli işlərdən xəbəri olan. Xabir nədir? Xəbərdar olur. Bət, nələrdən xəbər? Gizlində olanlardan xəbər olan. Alim nədir? Alim. Hər şeyi bilən. Alim hər şeyi bilən. Deməli, bu adlar ən kamillik dərəcəsindədir. Bu adlar ən kamillik dərəcəsindədir. Yəni, alim elə bir şey yoxdur ki, onu bilməsin. Alim elə bir şey yoxdur ki, onu bilməsin. Xabir gizlində elə bir şey yoxdur ki, ondan xəbəri olmaz. Latif ən dəqiq, ən gizlində olan şeylərin heç biri ondan nə qalmır? Lə yaxfə aleyhi şeyun. Ona heç nə gizlin qala bilməz. Ona heç bir şey gizlin qala bilməz. Deməli, bu adlarda, bu sifətlərdə Allah Azə və Cəllə ən kamil şəkildədir. Hətta insanların ağlına gələcək dərəcədə deyil. Allah Azə və Cəllənin kamilliyi. Yaxşı. Deməli, bax, burada biz nə fayda əldə edirik? Əgər Allah Azə və Cəllə qüdrətində ən kamil şəkildədirsə, Allahın qüdrəti qarşısında heç bir qüdrət sahibi ola bilməz. Onda biz bir çətinə düşəndə qadir, qüdrətli olan Allaha yalvarırıq. O kamilliklə yalvarmaq lazım Allaha. Demək lazım ki, ey Rəbbim, sənin qüdrətin ən kamil şəkildədir. Sənin izzətin ən kamil şəkildədir. Sənin yardımın ən kamil şəkildədir. Bu şəkildə Allahı tərifləsən, Allaha ən gözəl şəkildə tərifləmiş sayılır insan. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem çətinə düşəndə həmişə Allaha tərif edərdi. Allahı tərif edərdi. Çünki Allahı tərifləmək ən böyük ibadətlərdən biridir. Allahı tərif edən insan duası qəbul olunur. La əhədə əhəbbu iləyhil mədhu minallah. Allaha tərif sevimli olduğu qədər heç kimə sevimli ola bilməz. Və lizəlikə xələqəl cənnətə. Ona görə Allah cənnəti yaradıb və əbədiyyən insanlar Allahı tərif edəcəklər cənnətdə. Və onlara ilham olunacaq cənnətdə. Onlar Allahı tərif etsinlər. Onların sözləri salam, zikir və Allaha tərif olacaq. Allah bizi cənnət əhlindən eləsin. Və sonra qaydalardan Əl-əsməu a'lamun alə zətihim əvsafun ləhu. Diqqət bu çox çətin və çox maraqlı qaydalardan biridir. Bidət əhlinin rədd etdiyi. Və birincisi odur ki, Əl-əsməu a'lamun alə zətihim.
Və Allahın isimləri var və sifətləri var. Qardaşlar, hər isim hər sifətə dəlalət edir. Hər isim hər sifətə dəlalət edir. Yəni, əgər insan desə ki, Allahın hər ismi hər sifətə dəlalət etmir, bu Allaha təndir. Bax, bunu əhl-i-sünnə və cəmaatdan başqa heç bir firqə ispat etmir. Heç bir. Bir dənə, deməli, bu qaydanı ispat edən, cüz'i ispat edən əşarilərdir. Onlar necə? 7-sindən başqa hamısı inkar edirlər. Yəni, nə deməkdir? Onlar 7 sifətdən başqa, digər bütün sifətlərdə Allaha tən edirlər. Onlar bizə nə deyirlər? Deyirlər, Allah azizdir, amma izzəti yoxdur Allahın. Bu deməkdir o. Vallahi bu deməkdir. Gör, bidət əhli nə qədər təhlükəli sözləri var. Deyir, Allah Azza və Cəllə həkimdir, hikməti yoxdur. Hikmət sifəti yoxdur, deyir Allahda. Subhan, bu küfürdür, bu söz küfürdür. Dəhşətdir bu söz. Əsməullah ələm alə zətihi. Allahın isimləri zata nisbətdə adlardır. Avsafun ləhu. Onun vəsfləri, bu nə deməkdir? Bax, digər başqa bir qayda ilə izah etsək bunu. Əsməullahi Teala muradifun izə yədullə alə zət. Əgər zata dəlalət edirsə muradifdir. Yəni, hamısı eyni zata dəlalət edir. Bunu deyəndə biz Mu'təziləyə, Cəhmilərə rədd edirik. Nə ilə? Çünki biz desək ki, yəni biz deyəndə ki, adlardır, onlar nə deyir? Onlar deyir ki, əgər biz desək ki, bu ad hərəsinin ayrı-ayrı mənaları var, onu deyirik ki, Allah bir zatdır, Rahman başqa zatdır, Rahim başqa zatdır, aydın mı? Həkim başqa zatdır, Aziz başqa zatdır, Qadir başqa zatdır. Fikir ver, batil şeyə bax. Amma biz deyirik, xeyr, Əsməullah ələm yədullə alə zətun vahid. Bütün bu adlar bir zatın adıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem adı var. Çox adı. Ənə Muhammed, ənə Əhməd, ənəl Hami, ənəl Həşir, ənəl Həşir, Mustafa və digər adları var. Yəni bu adlar heç Peyğəmbər sallallahu aleyhi ve sellem 5 dənə nəfərmi? Ha? Bunu hansı ağıl qəbul edər? Bir adamın 3 adı ola bilməzmi? Ola bilər də. Biz onu da şahid oluruq. Bu o demək ki, o 3 dənə ayrı-ayrı adamdır. Vəlilləhil məsəlü a'lə. Allah üçün daha uca misallar çəkilir. Amma bunlar deyilər ki, əgər biz bu sifətləri, adları ispat etsək sifətlərlə, deməli, nə eləmişik deyir? O qədər adların sayı qədər zatlar ispat eləmişik. Biz deyirik ki, Əsməullahi Teala muradifun izə yədullə alə zət. Əgər zətə dəlalət edirsə, muradifdir. Yəni, hamısı eyni zata aid olan adlardır. Amma avsafun, yəni mütəbəyyünün bin nisbəti ilə avsaf. Muradifun bin nisbəti ilə əsmə, mütəbəyyünün bin nisbəti ilə avsaf. Yəni, mütəbəyyin avsaf nə deməkdir? Bu vəsflərin hərəsinin ayrı-ayrı mənaları var. Yəni, aziz adı başqadır, azizin sifəti başqadır, aydınmı? İzzət sifəti başqadır, hikmət sifəti başqadır, aydınmı? Qüdrət sifəti başqadır, aydın oldu? Ha, biraz bu çətin qaydada çox getmək istəmirəm qaydanın üzərində. Yaxşı. Sonra ikinci, adlar necə kamildirsə, Allahın sifətləri də elə kamildir. Deməli, sifət kamilə, lə naqsa fiyhə bi ey vəc minə vücuh. Allahın sifətlərində, qardaşlar diqqətli olun, Allahın sifətlərində heç bir vacihdan naqislik yoxdur. Heç bir vacihdan. Aydın mı? Və sonra digər bir qayda, Allahın adları haqqun alə həqiqətihə. Fəyyəcibu icrauhu alə zahirihə. Allahın adları haqdır alə həqiqətihə. Fəyyəcibu icrauhu alə zahirihə. Nə deməkdir bu? Biri deyir ki, misal üçün kimlər? Mufavvidalar. Yəni, əhl-ü təchil. Nədir? Allahın bir adını, bir sifətini sən ona deyəndə deyir ki, Allahu aləm. Allahu aləm. Biz deyirik ki, haqqun alə həqiqətihə. Haqdır, dəlalət etdiyi mənası ilə həqiqi mənaya. Misal üçün, Allah azizdir, izzət sifəti var. Bu sifət onun haqqında haqdır. Və biz bunu zahirən qəbul edirik. Çünki sələf də bunu zahirən qəbul edib. Amma bidət əhli nə edir? Tural abi,
zahirindən başqa mənaya yönəldir. Zahirindən başqa mənaya yönəldir. Yaxşı, deməli, bunu zahirindən başqa mənaya yönəltmək sələfin yolu deyil. Sahabə tabiin, atbaq tabiinin yolu deyil. Və bu bidət əhli bu şeydə məhəzirlərə düşüblər. Hansı ki, bu məhəzirlər ki, biz ondan çəkindiririk. Onlardan biri nədir? Təhrif. Təhrif. Təhrif nədir, qardaşlar? Təhrif təğyir, imələ, ibdəl, təbdil mənasındadır. Nədir? Bir şeyi dəyişmək. Bunun əsli hardan gəlib? Qur'anda yuhərrifunəl kəlimə an muadihi. Onlar kəlməni öz yerindən başqa mənaya yönəldərdilər. Deməli, təhrif etmək olmaz. Necə gəlib o cürə ispat et? Allah bilmirdi mi hansı ləfzləri istifadə edəcək? Düzdür, yoxsa yox, qardaşlar. Və həmçinin istilahda nə deməkdir? Təğyir əlfaz, əsmə və sifət əv mə'anihə. İsim və sifətlərin ləfizlərini və ya mənalarını dəyişmək. Diqqət et. Deməli, təhrif iki növdür. Təhrif lafzi, təhrif mənəvi. Təhrif lafzi nə deməkdir? Ləfizdə təhrif edir. Ləfzi təhrif edir. Yəni, deyir ki, Kəlləməllahu Musa ayəsini, deyir, Kəlləməllahu Musa'dır da ayə. Kəlləməllahu Musa edir. Yəni, faillə məfulun yerini dəyişir. Əslində, burada fail Allah Azze və Cəllədir. Kəlləməllahu. Allah danışdı, Musa faildir. Məful bihidir. Allah faildir. Yəni, Allah Musa ilə danışdı. Allahdır danışan. Amma bidət əhli nə edir? Bir dənə hərəkəni dəyişməklə mənanı dəyişir. Elə təhrif ləfzi ki, deyir, Kəlləməllahə Musa. Yaxşı, deyirsən, bunu dəyişdir. Məsələn, o birisi nə deyəcəksən? Fələmmə cəə Musa limiqatinə kəlləməhu rabbuhu. O vaxt ki, Musa bizim görüşümüzə gəldi, Rəbbi oyuna danışdı. Burada heç cür sən dəyişə bilməzsən. Aydın mı? Burada heç cür faillə məfulun yerini dəyişəməz. Çünki qayda. Burada kəlləməllahu. Fələmmə cəə Musa limiqatinə kəlləməhu rabbuhu. Hu burada damir muttasil. Damir muttasil gəlirsə deməli məcbur nədir burada? Fail, məful bihidir. Məful bihidir. Çünki damir muttasil heç vaxt fail ola bilmir. Deyil mi? Hansı damir muttasil? Hu damir muttasili. Hu heç vaxt fail ola bilmir. Heç vaxt sən deyə bilməzsən, yox burada hudur nə? Danışan. Burada konkret Rabbuhu fail olur. Deyil mi? Hətta məful bihi burada önə keçir. Önə keçməyə də vacibdir. Çünki bitişik gəlib. Yaxşı. Sonra ikinci təhrif mənəvidir. Təhrif mənəvi nədir, qardaşlar? Baxın, əşarilər Allahın ayəsini Yahudilər necə dəyişib, bunlar elə dəyişib. Yahudilər, Allah onlara deyəndə hitta, deyir ki, Allahdan bağışlanma diləyin. Hitta sözü bağışlanma diləməkdir. Bunlar nə dedilər? Hinta dedilər. Sən hitta sözünün ortasına nun qoydular. Amma bunlar nə indi, qardaşlar? Bunlar istəva sözünə ləm qoyurlar. O ilə istəvlə. Allahu akbar. Bax, Allah Azze və Cəllə nə deyir? Deyir ki, وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ. Deyir ki, biz onlara dedik ki, bu kəndə girin və وَادْخُلُوا الْبَابَ سُجَّدًا. Qapıdan səcdə edərək girin və nə deyin? Allahdan bağışlanma diləyin. Hitta deyin. Hitta yəni, ey Rəbbim məni bağışla deməkdir. Onun zəhmət olmasa o tərəfə biraz sileriz. Allahdan bağışlanma diləyin. Yəni, bunu deyin. Amma onlar nə dedilər? İstihza etdilər. Dedilər ki, hinta. Hitta vəzinə. Görün, Allaha qarşı necə iftira atan qovm olur. Bunlar nə deyir? Bunlar da eyni şey edir. Allah Azze və Cəllə ayə nazil edir, qardaşlar. Və deyir ki, Ar-Rahman aləl arş istəvə. Bunlar nə edir? Bunlar götürür, o ayəni istəvlə edir. Allahu akbar. Buna deyirlər təhrif mənəvi və ləfzi. Həmçinin. Həm ləfzi təhrif edir, həm mənəni təhrif edir. Bunun məqsədi mənanı təhrif etməkdir. Bilirsiniz, bu heç cürə istavanı başqa cür eləyə bilmir. Səhih doğru yolla. Mütləq məcburdur ki, ləm qoysun ora. Ona görə deyir ki, istava, istavlə mənasındadır. Allahu akbar. Buna deyir təhrif mənəvi. Təhrif mənəvidir. Və təhrif aydın oldu. İkinci tətil. Tətil nədir, qardaşlar? Əl-ixləl mənasındadır. Yəni, boş qoymaq mənasındadır. Yəni, istilahda mənası odur. İnkar əsma və sifət. İsimləri və ya sifətləri inkar etməkdir.
Baxın, tatil iki növdür. Tatil kulli, tatil cüz'i. Yəni, bu dərsi mən tez verirəm. Kim əgər yaxşı öyrənmək istəyirsə, qayıtsın dərsə, bir-bir yazsın, qeyd eləsin. Və qeyd eləyəndə yaxşı olacaq. Özü üçün ayırsın. Bilirəm, çətin dərsdir bu. Amma biz bu kitabı sizlə götürmüşüksə, bu mövzu biraz çətin mövzudur. Kim əgər öyrənmək istəsə, qayıtsın, qeydlər eləsin, xüsusən elm tələb edənlər, yəni bunları yaxşı inşallah öyrənmək olacaq. Yəni bu çox faydalı mövzulardır. Etiqadda. Yaxşı, tatil inkar etməkdir. Hansı ki, bidət əhli inkar edir. Allahın bəziləri isimlərini inkar edirlər, bəziləri sifətlərini inkar edir. Baxın, tatil kulli nədir? Bütün adları və bütün sifətləri inkar etməkdir. Tatil cüz'i isə isimləri isbat edib, sifətləri inkar etməkdir. Və ya isimləri isbat edib, sifətlərin bəzisini isbat edib, bəzisini inkar etməkdir. Buna tatil cüz'i. Bax, cəhmilər, Gulatul cəhmiyyə, Allahın bütün ad və sifətlərini inkar edirlər. Deyirlər, Allahın nə adı, nə sifəti yoxdur. Aşağı gəl. Mu'təzillər, deyirlər, Allahın isimləri var, sifətləri yoxdur. Deyir, Allah, bax nədir? Bu sözün mənası nədir? Allah, Allahdır, uluhiyyəsi yoxdur. Bu deməkdir. İsbat etmir sifət. Gör, nə qədər şəni, xani söz deyən, subhanallah. Və həmçinin deyir ki, Allah azizdir, izzəti yoxdur. Allah qadirdir, qüdrəti yoxdur. Allah səmi'dir, səm'i eşitməsi yoxdur. Allah basirdir, basarı yoxdur, görməsi yoxdur. Görün, Allaha qarşı nə qədər iftira atır bu. Necə yəni yoxdur? Ona görə Allah alimə nə deyir? Əl-muattilə ya'budunəl-ədəmə. İnkar edənlər yoxluğa ibadət edirlər. Onlar yoxluğa ibadət edənlərdir. Ona görə bidət əhli gözən tez-tez dəyişilir. Nəyə görə? Çünki onda Rəbb hələ düzgün, Rəbb etiqadı yoxdur düzgün. Çünki o etiqad edir ki, Allah görmür, eşitmir, bilmir. Onun etiqadı elədir. Halbuki Allah azə və cələ görməsi ən kamil şəkildədir. Eşitməsi ən kamil şəkildədir. İzzəti ən kamil şəkildədir. Qüdrəti ən kamil şəkildədir. Necə sən inkar edirsən? Allahu akbar. Buna deyirlər tatil cüz'i isbətlər. Əşarilər nəyi inkar edir, nəyi isbat edir? Bunlar Mu'təzillərdən daha çox ziddiyyətdədirlər. Əşarilərin ziddiyyəti Mu'təzillərin ziddiyyətindən daha bətərdir. Nəyə görə? Çünki Mu'təzilə etiqad edir və etiqadının üzərindədir. Deyir ki, mən sifət isbat etsəm Allaha, Allahı məxluqata bənzətmiş olacam. Ona görə heç birini isbat etmirəm. Amma əşari nə edir? Yox, deyir, mən bəzisini isbat edirəm, bəzisini inkar edirəm. Bu, öz usulunu özü vuran. Deyir, bax, onlar bu sifətləri inkar edirlər. Hayyun, alimun, qadirun, vəl-kəlamla, iradətun, kəzəlikə səmə vəl-basar. 7 dənə sifəti isbat edirlər, qalanları inkar edirlər. Bu 7 sifətdə mən Allahı məxluqata bənzətməyəcəm, qalanlarına bənzətəcəm. Onlara rəddiyə nədir? Əl-qavlu fi ba'd sifət, kəl-qavlu fi ba'd. Söz, bəzi sifətlərdə olan söz, başqa sifətlərdə olan kimidir. Yaxşı, mən əziz, izzət sifətini isbat edirəm. İzzət sifətini isbat edəndə dəlil nədir ki, mən bənzədirəm, həy sifətini isbat edəndə bənzətmirəm. Dəlil nədir buna? Sifətlər ikisi də eynidirmi? Eynidir. Həmçin bunlara rəddiyə veririk nə? Deyirik ki, sən zatı isbat edəndə bənzətmirsən və sifəti isbat edəndə necə bənzədirsən? Əl-qavlu fi sifət, kəl-qavlu fi zət. Sifətlərdə olan sözlər, zatda olan sözlər kimidir. Aydındır mı? Ona görə onlar nədirlər? Ziddiyyətlərdir, qardaşlar. Əksinə Allah Azə və Cəllə hansı ismi isbat edibsə, o ismin sifətləri var. Və hansı sifətləri isbat edibsə, onu biz isbat etməliyik. Çünki Rəbbimiz isbat edib. Bunlar Rəbbin isbat etdiyini inkar edir. Necə Rəbb isbat edər və sən inkar edərsən? Allahu Akbar. Yəni, bunu hansı salamat ağıl qəbul edir? Və yaxud da özüvdən çıxarasan, 7 sifət qoyasan ortaya. Deyəsən ki, bu 7-sindən başqasını mən qəbul etmirəm. Əgər bu 7 sifəti qəbul etmək haqq idisə, hanı Allah Rasulü sallallahu aleyhi ve sellem deyib? Necə ki, bundan qabaq bir dərs keçdik ki, onda İbn Məcədən rəvayət olunan hədisdə Şeyx Alban hədisi səhihləşdirib və səhih hədis mühəddislərin yəni səhih gördüyü hədisdir. Deyir ki, məndən qabaq Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məndən qabaq elə bir Peyğəmbər gəlməyib ki, ümmətinə lazım olan bütün xeyirləri onlara izah etməsin. Allahın 7 dənə sifəti isbat olunmalıydı. Muhammed sallallahu aleyhi ve sellem bunu isbat etmədi. 4 əsr sonra bir alim çıxdı
və o isbat etdi və onlar özləri də bu isbatda ziddiyyətlər içindədirlər. Biri isbat edir, biri inkar edir, biri necə isbat edir bilmir, biri o birisi necə inkar edir bilmir. Allah akbar. Nə sahabələrin elmi çatmadı, nə tabinlərin elmi çatmadı, nə İmam Abu Hanifənin, nə Məlikin, nə İmam Şəfinin, nə Əhmədin 4 əsr sonra Əşari məzhəbi çıxdı ortaya və Əşarilər haqqı bildilər. Və haqq deməli, sən demə 4 əsr sonra haqq gəlibmiş. Quran-ı sünnə nazil olandan sonra 4-cü əsrdə sən demə haqq ortaya çıxıb. Allah akbar. Baxsan, məzhəblərini, fiqhlərini məzhəb alimlərindən götürəcəklər. Böyük imamları kimdən? Abu Hanifədən, Məlikdən, Şəfidən, Əhməddən. Etiqadını 4-cü əsrdən götürürlər. Elə etiqadı da onlardan götür də. Niyə onlardan götürmürsən? Sərf eləmir. O xurafat çünki o əsrdə yoxdur. Ona görə. Allah akbar. Allah Azze və Cəllə deyir, وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَنِ deyir, onlar Rəhmanı inkar edənlərdir. Onlar Rəhmana küfr edənlərdir. Kimlər? Allahın ad və sifətlərini inkar edənlər. Təbii ki, onlar biz üzürlü görürük, yoxsa həqiqətən Allaha küfr edənlər. Çünki onları Allah və Rəsuluna çağıranda, onlar görər səndən üz döndərir. Allah Quran-Kərimdə deyir. Deyir ki, yəni sən onları Allah və Rəsuluna çağıranda, münafiqləri görərsən səndən üz döndərirlər. وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى الرَّسُولِ وَتَعَالَوْا إِلَى مَا أَنزَلَ اللَّهُ لَكُمْ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَسُدُّونَ عَنْكَ سُدُودًا Onlara desən, gəl Allahın nazil etdiyinə və Rasulunuz dediyinə münafiqləri görürsən səndən üz döndərərlər. Allah akbar. Deməli, Allah və Rasulunun nazil etdiyini ispat etməmək əsl münafiqlik. Əsl nifaqdır. Allah qorusun. Yaxşı qardaşlar, ikisi qaldı. Təkif və təmsil. Təkif nədir? Təyin kunhu sifə. Təkif, təyin kunhu sifə. Sifətin necə olmağını ispat təyin etməkdir. Misal üçün, insan deyir ki, hikayət, keyfiyyət sifə misal üçün. Deyir, Allahın sifəti bu belədir, belədir. Keyfiyyət verir. Deyirsən ki, sən görmüsənmi? Yox. Sən eşitmisənmi? Yox. Sən necə keyfiyyət verə bilərsən? Otur. Əgər sən görməmsən, bilməmsən, necə keyfiyyət verə bilərsən? Ona görə keyfiyyətdə 3 şey qadağandır. Sual, an keyfiyyə, zikrul keyfiyyə, bir də zikrul keyfiyyə. Sualan keyfiyyə, təfəkkürül keyfiyyə, bir də zikrul an keyfiyyə. Deməli, fikirləşmək, heç keyfiyyəti fikirləşmək də olmaz. O çox gözəl qaydadır. Bizə Allah Azza və Cəllə necədir deyə və ya sifəti necədir deyə vəsvəsə gələrsə, biz deyəcək Allah ən kamil şəkildədir və bizim o zehnimizə gələn kimi deyil. Və bu ilə biz o zehnə gələn şeytani vəsvəsələrdən, surətlərdən uzaq olacaq. Nə gözəl qaydadır bu, qardaşlar. Və ola bilər hər hansısa bir qardaşa şeytan vəsvəsə verir ki, Allah belədir, Allah belədir, Allah belədir. Və bil ki, sən heç onu fikirləşə də bilməzsən. Çünki insanlar, bax, çox, yəni insan nəyi görüb, nəyi eşidib, nəyi bildikləri ona uyğun şeylərlə nə edir? Beynində canlanma gedir insanın. Görməmisənsə, bilmirsənsə, heç xatirəvə də gəlməyəcək. Çünki cənnətdə hətta elə neymətlər var ki, Mə lə aynu rəat, və lə uzun səmiyyət, və lə xatara alə qalbi bəşər. ki, heç bir göz görməyib, heç bir qulaq eşitməyib, heç bir bəşər qəlbinin xatirəsinə belə gəlməyib o. Niyə bizim xatirəmizə gəlmir? Bəlkə gəlsin, çünki biz heç o barədə xəbərimiz yoxdur. Heç fikrimiz yoxdur. Necə Allahın sifətlərinin keyfiyyəti barədə bizim beynimizə gələn şey səhih, doğru ola bilər. Aydınmı? Qətiyyən, kəllə və haşa, Teala'llah an zəlik. Ona görə keyfiyyət haqqında sual vermək, keyfiyyəti danışmaq və keyfiyyəti fikirləşmək belə qadağandır şəriətdə. Aydınmı? Sonra bizə deyilər müşəbbihə. Necə müşəbbihə deyə bilərsən ki, biz keyfiyyəti bu cür inkar edirik Allahdan. Yəni, amma burada bir toxunası mövzu var. Sual verirəm, qardaşlar. Allahın sifətlərinin keyfiyyəti var. Var. Allahın sifəti keyfiyyəti var. Biz bilmirik sadəcə. Əgər sən desən ki, Allahın sifəti keyfiyyəti yoxdur, o deməkdir ki, Allahın sifəti yoxdur. Aydın mı?
Əgər bir şey varsa, mütləq onun keyfiyyəti var. Lakin biz bilmirik onu. Bizə bəlli deyil. Aydınmı? Bizə bəlli deyil. Və bizə bir kəs desə ki, Allahın sifətləri necədir? Biz deyirik ki, o barədə bizə xəbər verilməyib. Bizə olduğu barədə xəbər verilib, amma keyfiyyəti barədə xəbər verilməyib. Onda biz ona nə ilə cavab veririk? Deyirik, Allahın zatı necədir? Sual vermək olar? Olmaz. Ona sual veririk. Sən heç Allahın zatının necəliyi haqqında fikirləşmirsən? Xeyr, nəyinə lazım ki? İspat edir də. Bu sifətlər də elədir, ispat elə. Keyfiyyəti nəyimizə lazım ki bizim? Aydınmı? Biz onunla mükəlləf deyilik. Əgər sən heç fikirləşmirsən Allahın zatı necədir? Sifəti də elədir də. Əl-qavlu fi-zət, kəl-qavlu fi-sifət. Zatlarda olan söz, sifətdə olan söz kimidir? Aydınmı? Sən zatının necə olmağı haqqında heç fikirləşmirsən, sual vermirsən, sifət barədə elə ol. Heç sifət barədə ol, aydınmı? Bunun sənə faydası olmadığı kimi, bunun da sənə faydası yoxdur. Aydın, biz Allaha ibadətlə mükəlləf olmuşuq. İbadətimizdə bunun heç bir şey bizə heç bir nəyi yoxdur. Yəni, heç bir mənası yoxdur bizə qarşı. Yəni, bizim ibadətimizdə heç bir təsiri yoxdur. Amma mənanı bilməsək, ibadətə bizim təsirimiz var. Təsəvvür eləsən, Allahın qüdrət sifətini inkar edirsən. Allahın eşitmə sifətini inkar edirsən. Allahın yardımını inkar edirsən. Allahın məlik olmasını inkar edirsən. Allahın səni qiyamət günü sorğulamasını inkar edirsən. Necə Allahdan qorxarsan ki? Subhanallah. Sən Allahın rəhm sifətini inkar edirsən. Sən onda Allahın heç vaxt sənə rəhm etdiyini düşünməyəcəksən. Aydın mı? Necə ki, əşarilər deyir, Allah rəhm etmir. Allah rəhm etmir deyirlər onlar. Yəni, onlar Allah rəhmət sifəti inkar edirlər. Onlar deyirlər, Allah rəhmət sifəti yoxdur. Sadəcə insanlardan gizlədirlər bunu. Çünki bilir ki, bəzi sözləri onlar desələr, insanlar bunları külli şəkildə inkar edəcək. Sadəcə biz açıb deyirik ki, bax, bunlar budur. Onlar Allaha deyir, Allahın rəhmət sifəti yoxdur. Allah akbar. Allah rəhmət sifəti yoxdursa, Rəhman nədir? Rahim nədir? Ad kimi, mücərrəd ad, boş, mənasız ad kimi ispat edir. Bu əşarilərin etiqadı qardaşlar. Gör, nə qədər, yəni, onların pis etiqadı var. Allah akbar. Yaxşı, sonra axırda təmsil odur ki, isbətul misli şeyi. Bir şeyin bərabərini ispat etməkdir. İslahi mənada isə isbət məsililləhi fi zətihi, əv şeyin min sifətihi. Allaha bir şeydə bənzərlik, misal vermək, bənzətmək, yəni nədir? Təmsildir. Baxın, burada təşbih sözünü istifadə etmək olmaz. Çünki təşbih sözü Quran və sünnənin ləfizlərindəndir. Amma təmsil sözünü istifadə etmək. Ona görə bax, Şeyx Hüsam ibn Teymiyyə rahimehullah Aqidət-ü Vasiyyədə təmsili inkar edib, amma təşbihi inkar etməyib. Nəyə görə təşbihi inkar etməyib? Çünki Allahın sifətləri ilə bizim sifətlərimiz arasında mənanın əslində bənzərlik var. Mənanın əslində, diqqət elə. Yəni, biz deyirik, insan görənmi? Görən. Allah görənmi? Görən. Bizim görməmiz başqa, Allahın görməsi başqa. Amma görən görəndir. Deyilmi? Amma Allahın görməsi özünə məxsus, insanın görməsi özünə məxsusdur. Baxın, bu barədə Allah Azə və Cəllə Quran-ı Kərimdə nə qədər ayətlər var. Bu ayəni İqad ayə. Canlı cənnət olsun. Firdovs Əliyə. Bax, leysə kəmislihi şeyun və huvə səmiyul basir. Nə demək mənası? İnkar təsdiq. Ay sağ ol. İnkar təsdiq. Mənasını xahiş edin. Leysə kəmi. Heç bir oxşar heç nə yox. Onun tayı bərabər yoxdur. Və huvə səmiyul basir. Bax, bu ayə nə gözəldir. Əhlüsünnənin etiqadında. Biz leysə kəmislihi şey. Allahın tayı bərabər yox deyirik. Nə bənzərlikdə, nə misalda, nə keyfiyyətdə heç bir tayı bərabər ola bilməz. Bu sözü deyəndən sonra biz Allahı nəyəsə bənzətmiş olarıq? Mümkün deyil. Və ləm yəkulləh kuffan əhəd. Onun tayı bərabər yoxdur. Həl tə'ləmu ləhu səmiyyə. Heç ona bənzərini görə bilməzsən. Bu möhkəm ayətlərdir. Bunları bizi ispat edəndən sonra heç bir sifətləri ispat etsək, onu nəyəsə bənzətmiş olarıq? Kəllə və həşə. Yəni, heç vaxt biz Allaha nəyəsə bənzətmərik. Neysə kəmisli şey. Amma indi diqqət elə. Və huvə səmi'ul basir. O eşidən və yox, isbata bax, subhanallah. Nə gözəl isbat. Və isbat edəndə də onun isbatını heç kimə bənzətmirik. İnkar edəndə də tatil, təhrif etmirik. Allah akbar. İnkar edirik. Necə özü inkar edib o şəkildə. Və bu inkarın içində təhrif yox, tatil yox.
və isbat edirik. Bu isbatın içində təkyif yox, keyfiyyət vermə yox, bənzətmə yox. Subhanallah. Bundan gözəl əqidə ola bilərmi? Ay qardaş, bu əhl-i sünnənin etiqadıdır. Sonra baxırsan ki, bir də təhlil çıxıb, siz Allahın məxluqata bənzədirsiniz, siz belə... Vallahi yalandır hamısı. Hamısı yalandır. Allaha adlar, sifətlər isbat etmək Allahın və Peyğəmbərinin yoludur. Əgər bunda məxluqata bənzətmək olsaydı, heç vaxt Allah bu ayətləri nazil etməzdi. Heç vaxt. Və biz Allahın ad və sifətləri haqqında olan 5 şey var ki, o müsəlmanlara vacibdir onu etmək. Vacibdir. Yəni, hər kəs bu ilə əməl etməlidir və bunu həyatına tətbiq etməlidir. Onlardan biri də duauhu bihə. Allahın ad və sifətlərini Allaha dua etməlidir. Əgər kim duasının qəbul olmağını istəyirsə, qardaşlar, Allahın ad və sifətlərini öyrənsin. Və Allahın ad və sifətləri ilə dua etsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allahın 2 adı var ki, kim o 2 adı, Allahın o 2 adı ilə Allaha dua edərsə, heç vaxt duası rədd olunmaz. Hansıdır onlar? Əl-Hay, Əl-Qayyum. Onları Bəqərə, Ali İmran və Taha surələrində axtarın. Onlar da hansıdır? Hay, Əl-Qayyum. Bəzi alimlər deyiblər ki, Səidi Rahimullah, deyir, Allahın 2 adı var ki, o adla heç vaxt dualar rədd olunmur. O hansıdır? Ar-Rahman, Ar-Rahim. Ar-Rahman, Ar-Rahim. Yəni, bunu Şeyx Sədi Rahimullah deyir. Yaxşı, ikinci ihsauhə. O adları saymaq, daima mənalarına diqqət etmək və onların mənalarını fikirləşmək həqiqətən insanın imanına təsir edir. Üçüncüsü, onları fəhm etmək, başa düşmək ki, bu məna nə istəyir bizdən? Bax, biz keçən dərslərimizdə sizlə götürmüşdük. Latif, Xabir, Alim. Bax, biz nə edirik Allah bilir. Bizim qəlbimizdə nə proseslər gedir, Rəbbimiz bilir. Bizim qəlbimizdə nə proseslər gedəcək, Latif Allah bilir. Və biz başımıza nələr gələcək, necə olacaq, hamısını Latif bilir. Gizlidə olanlardan Xabir xəbərdardır. Ya'lamu mə fis-sudur. Hətta qəlblərdə olanı bilir. Aşkarda, gizlində olanı bilən Allahdır. Bax, bunları biləndə, bunları fəhm edəndə insan həqiqətən Allahdan qorxur, təqva sahibi olur. Nə qədər insan Allahdan qorxsa, o qədər xoşbəxt olur, dünyada və axirətdə. Yoxsa insanın ad və sifətlər elmi insanı dünyada və axirətdə səadətə qovuşdurur. Və həmçinin onlar haqqında təfəkkür etmək. Ət-təfəkkür fiyhə. Təfəkkür et. Hər dəfə təfəkkür etdikcə insanın imanı artır, imanı yüksəlir. Allah Azze və Cəllə qatında insan dəyəri yüksəlir. Çünki Allah Azze və Cəllə deyir ki, Yərfəullahu ləzini əmənu minkum və ləzini otul əlmə dərəcət. Allah sizdən iman gətirənlər, xüsusilə elm öyrənənlərin dərəcəsini artırar. Elmin başı ad və sifətlər elmidir, təvhid elmidir. Yəni, nə qədər insan Allah haqqında olan elmi öyrənərsə, o qədər Allah qatında dəyəri ucalar. Elə insanlar var ki, görürsən ki, onlar həqiqətən Allahın ad və sifətlərində, yəni müəyyən elmləri var, o elmlər səbəbi ilə duaları qəbul olur onların. Necə ki, qədimdə baş verib, bax, Abdullah ibn Mübarakın vaxtında, həmçinin İbn Munkədirin vaxtında bir dəfə deyir ki, Abdullah ibn Munkedir, yoxsa Muhammed ibn Munkedirdir, yəni tam yadımda qalmayıb, bir dəfə məscidə bir nəfər girmişdi, gördüm, dua etdi, bütün Mədinədə alimlər belə dua etmişdilər, dua qəbul olunmurdu, yağış yağmırdı. Və o kişi duasını edəndən sonra başladı yağış yağmağa. Yağış yağmağa başlayır və o axtarır o kişini ki, görün bu kişi kimdir, hara getdi və gedir görür ki, bir ayaqqabçıdır. Və deyir ki, o yanına girir və deyir ki, ey imam, nə istəyirsən? O deyir ki, vallahi mən sənin duamın qəbul olmağını gördüm. Deyir ki, vallahi bu mənim duamın qəbul olmasına sənə nə? Və qəzəblənir ki, Allahla öz arasında olanı bu bilib. Yəni, görün, Allaha necə yaxın insan olur. Allah duasını qəbul edilmiş. Yəni, vallahi hansısa Allahın ad və sifəti ilə dua edilmiş. Və mənasını tutub dua edilmiş. Çünki vallahi, orada bir elm yoxdursa, dua qəbul olunmur. Cahilliklə, qəflətlə dua qəbul olunmaz. İnna Allah la yaqbal min qalbin qafil. Allah qafil qəlbdən qəbul etməz. Deməli, onun ad və sifətlər barəsində nəsə bir elmi olub. O elmdən. Ona görə, bax, qiyamət günü bütün məxluqatın üzərindən bəla,
bütün övliyalar orada olacaq, bütün salihlər orada olacaq, bütün duası qəbul, rədd olunmayan bütün insanlar orada olacaq. Qiyamət dəhşəti aradan qalxmayacaq. Ancaq Muhammed Peyğəmbər sallallahu aleyhi ve səlləmə Allah ərşin altında müəyyən ilhamlar edəcək ki, bu adlarla, bu sifətlərlə Allahı tərif et, ondan sonra bəşəriyyətə hökm veriləcək. Təsəvvür et. Bir ad və sifətlər elminin mühümlüyünə. Ondan sonra bütün bəşəriyyətin başına gələn o qiyamət dəhşəti aradan qalxacaq. Allah faslı xitab edəcək, hökm edəcək. Bax, ad və sifətlər elmi odur, qardaşlar. Necə ki, biz bir Süleyman Aleyhisselam qissəsində ifrit nə deyir? Deyir ki, sən yerindən durana qədər mən Bilqeysin taxtını gətirərəm. Amma Allah nə dedi? Onda elm olan kəs bir nəfər. Dedi ki, sən gözünü açıb ona qədər mən gətirərəm. Nə var idi? Elm var idi, elm. Subhanallah, demək elmlə olur. Ona görə bax, təfəkkür etmək lazım ad və sifətləri. Və axırıncı əl-əməl bimuqtadahə. Onların gərəkdirdiyi şeyə əməl lazım. Biz həmişə Razzaq adını deyir, Razzaq. İnsanların əksəriyyəti ruzi ilə problemə düşürlər. Sən Razzaq adına düzgün iman gətirsən, heç ruziyə görə harama girərsənmi? Heç ruziyə görə insan yalan danışarmı? Heç ruziyə görə insan alladarmı? Heç ruziyə görə insan narahat olarmı? Allah. Razzaq, innallahu və razzaq zul quvvətil mətin. Deyir, Allah Razzaqdır. Və sonra da başqa adıdır, deyir, zul quvvətil mətin. Onun qüvvəti, qüdrəti mətindir, möhkəmdir. Hansı ki, o elə bir ruzi verər ki, onun ruzisini heç kim qaldıra bilməz. O ruzini elə alar ki, heç kim onu qaytara bilməz. Allah qaldıran da Allah indirəndir. Huvəl qabidu vəl basit. Deyirlər ki, ya Rasulullah, sə'ir lənə. Deyirlər, ya Rasulullah, bazarda qiymətlər qalxıb sə'ir lənə. Bizim üçün qiymət təyin et. Deyir, innallah huvəl musa'ir qabidul basit. Deyir ki, Abu Davud rəvayət edib hədisi. Deyir ki, Allah qiymətləri təyin edən Allahdır. Sizdən alan da verən də Allahdır. Bu qədər sən, yəni ad və sifətləri biləndən sonra heç insan narahat olarmı ruziyə görə? Sadəcə səbəbdən yapışırsan ki, Rəbbim bizə deyib ki, səbəbdən yapış. İşlə, əməl et. Ruzini də verən Allahdır. Bu qədər kifayətdir, Allah verir daha doğrusunu. Allah sizdən razı olsun. Deməli, 5 dənə mətlubət oldu, hansılar Allahın ad və sifətlərinə dua etmək, onları saymaq, onları başa düşmək, fəhm etmək, fikirləşmək və həmçinin gərəkdirdiyi şeylərə əməl etmək. Və əxiru da'vana, Allah Taala'dan istəyirəm bizi burada cəm etdiyi kimi Firdevs a'lədə cəm etsin. Və əxiru da'vana elhamdülillahi rabbil alamin. Subhanakallahumma hamdik, əşhadu an la ilaha illa ent, əstəğfiruka və etûbu ileyk.